Süni intellekt istifadə edərək influencer yaradıb və bunun üzərində pul qazanmaqdan danışmışdıq bir öncəki videomuzda. Bəs bu yaratdığımız influencer ilə necə marketinq videoları hazırlaya bilərik, məhsulların tanıtımlarını necə edə bilərik? Gəlin bu videoda da bunun texniki tərəfini göstərim. Google-da Xfield yazırıq və birinci çıxan səhifəyə daxil oluruq. Burada superkomputer bölməsi yanır. Bu bölməyə daxil oluruq və belə bir chat açılır. Bu chatdə artıq biz danışaraq ağlımızdakı reklam videosunu izah edirik və videomuzu burada hazırlayırıq. Məsələn, mən burada qeyd etmişəm ki, bir qutu açılımı reklam videosu istəyirəm, məhsuluma əlavə edəcəm və mənə bir reklam formatında video hazırladı. Məndən müddəti soruşur ki, neçə saniyəlik bir video olsun. 30 saniyəni seçirəm və əlavə edirəm əlimdəki məhsulun görsəlini. Məhsulun şəklini də əlavə etdikdən sonra geri qalanını heç nə etmirəm. Alət özü planlamanı edir, şəkilləri hazırlayır və bu şəkillərin sonra da videoya çevirəcək. Baxın, burada bir-bir planlamanı görürsünüz, hansı aşamada olduğunu. Ümumi müddət olaraq deyim sizə 4-5 dəqiqə vaxt alır, amma çox mükəmməl nəticə verir. Baxın, bu da videoda istifadə olunacaq səhnələrin şəkilləridir. Bu da ikinci videomuzdakı istifadə olunacaq səhnələrin şəkilləri. Bir videonu Seeders 2-ni istifadə edir. 15 saniyə, 15 saniyə 2 video hazırlayacaq bizə. Çünki biz 30 saniyəlik video istəmişdik. Gəlin sizə indi mən videoları göstərim, necə bir video olunub. Okay, something just arrived and I have no idea what it is. Let me open this. Oh my god. Look at this little mug. It has stars and moons on it. And there's a candle, chocolates, dried flowers. Are you kidding me right now? Gördüyünüz kimi videonun keyfiyyəti çox yaxşıdır, lakin bir əmması var, o da Azərbaycan dili dəstəyinin olmamasıdır. Ancaq bu problemi belə həll edə bilərik. Videonu hazırlayırıq, video dialoqsuz və danışıqsız olur. Sadəcə influencer orada qutu açılımını edir, biz arxa fonda Azərbaycan dili səsləndirməsini hazırlayıb videoya bunu əlavə edirik. Bu formada keyfiyyətli videolar çıxartmaq mümkündür. Hər gün çalışıram ki, işinizə yarayacaq videolar çəkim, paylaşım. Buna görə də səhifəmi izləməyi unutmayın. Sağ olun, salamat qalın.